Salam dostlar, Sequoias kanalına xoş gəlmisiniz. Bugün sizinlə birlikdə veb saytların necə işlədiyi, onların strukturu və quruluşu haqqında danışacağıq. Veb saytlar əsasən iki hissədən ibarət olur. Frontend və backend hissədən. Frontend user interface adlanır ki, məsələn siz browserdə hər hansı bir sayta daxil olmusunuz. Bu xəbər saytı ola bilər, alış-veriş saytı ola bilər və s. Sizin qarşınıza çıxan komponentlər ki var, bunların hamısı frontendə aiddir. Məsələn, axtarış hissəsi, şəkillər, yazılar və s. Bunların hamısı yəni frontenddə görsənən user interface-də olan komponentlərdir. Bundan əlavə isə sizin görmədiyiniz backend komponentlər vardır ki, buna proqramlaşdırma dilləri. Əgər server, yəni veb sayt hansı dildə yazılmışdırsa, bu Python ola bilər, PHP ola bilər, Java, Node.js və s. Və məlumatların saxlandığı verilənlər bazası. Buna da MySQL, MongoDB, PostgreSQL və s. aiddir. Və bugünkü dərsdə əsasən mən frontend haqqında danışacağam. Frontendin necə yazıldığı və sizə veb saytın qurulmasını göstərəcəyəm. Backend dərslərimizi isə əgər maraqlanırsınızsa, kanalımızda Java dərsləri mövcuddur. Oradan öyrənə bilərsiniz. Frontendin yazılması üçün əsas 3 komponent vacibdir. HTML, CSS və JavaScript. Bunlar nədir? HTML Hypertext Markup Language, CSS Cascading Style Sheet və JavaScript. Siz düşünün ki, məsələn, insanı götürsək, insanın ilk öncə baxdıqda görünüşü, yəni onun dərisinin rəngi, saçları və s. Bunların hamısı, yəni onun görüntüsünü göstərən komponentlərdir. Bu veb saytda CSS-dir, yəni Cascading Style Sheet, saytın görünüşünü və dizaynını müəyyən edir. Sizin sümükləriniz, yəni sizi struktur olaraq mövcud saxlayan, yəni sümüklərinizdir. Bunlar isə HTML, Hypertext Markup Language-dir. Saytın strukturunu qurur ki, hansı komponent harda yerləşməlidir. Və son olaraq isə sizi hərəkətə gətirən, yəni hərəkətinizi mümkün edən nədir? Bu da isə əzəlilərdir. JavaScript-də veb saytın əzəliləri kimi nəzərdə tutmaq olar ki, saytı interaktiv edir. Buna nə misal göstərmək olar? Məsələn, siz hər hansı bir buton vardı, ona klikləyirsiniz və hər hansı bir proses baş verir. İndi isə veb saytın necə yazıldığını göstərmək üçün Visual Studio Code-a keçdik. Visual Studio Code nədir? Siz bundan istifadə edərək istədiyiniz proqramlaşma dilini axtarıb, burada download edəsiniz və burada istədiyiniz kodu yaza biləcəksiniz. Həm istifadəsi çox sadədir, həm də funksionallıq olaraq çox müxtəlif olduğu üçün məncə kod yazmaq üçün ən mükəmməl vasitələrdən biridir. Əgər kod yazmaq istəyirsiniz, siz də Visual Studio Code-dan istifadə edə bilərsiniz. Burada mənim əvvəlcədən yazdığım bir veb sayt mövcuddur ki, bu onun HTML faylıdır. İçərisində strukturu müəyyən edən komponentlər vardır ki, bunlar tag adlanır. Bunları daha detallı izah edəcəm. Burada Style CSS, bu həmin saytın görünüşünü təyin edən komponentlərdir. Və Script.js, bu da hərəkətdir, yəni interaktivlik verən hissədir. O zaman bu veb saytı brauzerdə açaq və nə olduğunu görək. Veb saytımız açıldı və burada gördüyünüz kimi ilk öncə bizə görünüşü, yəni butonun rəngi məsələn mavi rəngdədir. Bunlar hamısı mərkəzdə saxlanılıb. Login böyük yazılıb, username balaca yazılıb. Bunların hamısı CSS-ə aiddir. Yəni bunun stilini müəyyən edən hissədir. Və sonra isə funksionallıq olaraq, məsələn, burada bir input yerinin olduğunu görürük. Burada buton olduğunu görürük. Bunlar isə HTML vasitəsilə bura qoyulmuş komponentlərdir. Və funksionallıq olaraq da biz bura məsələn gəlib yazırıq Negan password 123 və butona klik edirik. Klik etdikdə bizə çıxan prompt vardır ki, login functionality not implemented yet. Bu isə JavaScript vasitəsilə run olunan prosesdir. Bəs bunları necə yazmışıq? Keçdik Visual Studio Code-a. Burada bizim HTML səhifəmiz vardır. Bura baxdıqda görə bilirik ki, müxtəlif komponentlər var. Bura doctype and doctype HTML bu səhifənin HTML olduğunu göstərir. Bu HTML təqdir ki, language göstərir. Burada istifadə olunan karakterlərin ASCII-dən yox, Unicode-dan istifadə olunacaq, yəni Ə, Ü kimi hərflərdən istifadə oluna biləcəyini göstərir. Bu nəyin bərabərdir? Viewport. Bu isə siz məsələn veb saytı telefonda açdıqda və kompüterdə açdıqda onunla təbii ki, ekran ölçüsü fərqli olduğu üçün fərqli görsənməlidir. Bunu isə bu tag vasitəsilə, yəni metanın içində verməklə olur. Sonra isə title hissəsi. Title tagi, bunlar hamısı tag adlanır ki, böyükdür və kiçik işarələrin arasında yazılır. Müxtəlif taglər vardır.
Bu title tagi, məsələn siz web saytı açırsınız. Burada yuxarıda tabda simple login page yazır. Bu həmin title hissəsində yazdığınız məlumatdır. Məsələn biz burada gəlib bunu dəyişsək. Secodex yazsaq. Bura sonra keçid edirik və yeniləyirik. Burada Secodex yazdığını görürük. Bunu isə indi olduğu qaytaraq. Aha. Sonra link, bu link tagi isə siz başqa bir səhifəyə referans vermək üçün istifadə olunur. Mən burada style CSS faylını belə çağırmışam. Bu style CSS faylının içində müxtəlif şeylər mövcuddur. Sonra isə bunların hamısı head'in içərisində yerləşirdi. Yəni web saytın strukturu olaraq iki hissədən ibarət olur ki, head və body. Head hissəsi daha çox referensları və title göstərmək üçün istifadə olunur. Body hissəsi isə web saytın əsas komponentlərini, yəni sizin gördüyünüz hissəni özündə saxlayan hissədir. Sonra isə digər taglərimiz mövcuddur ki, burada form, h1, button, input və s. Bunların hamısı müxtəlif funksiyonallığı mövcuddur. Bunu başqa bir saytın üstündə yazaraq göstərsəm, məncə daha yaxşı başa düşüləcək. Bura index2.html yaradaq. Və ilk öncə HTML faylını yaratdıqda bura nida yazırsınız və enter kliklədikdə sizə lazım olan strukturu özü çıxardır. Head, body və s. Sonra isə öz istədiyiniz tagləri bura daxil edə bilərsiniz. Məsələn, title dəyişək, bura Secodex yazaq. Və sizə ən çox istifadə oluna biləcək taglərdən bir neçə nümunələr göstərir. Məsələn, P tagi, P paragraf deməkdir. Siz yəni yazıları bunun içərisində verirsiniz. Məsələn, kanala abunə olmağı unutmayın. Sonra isə web saytımızın pəsini götürürük və burada açırıq. Kanala abunə olmağı unutmayın. Bundan əlavə nə edə bilərik? Headerlar vardır ki, bunlar H1, H2, H3 və 6-ya qədər olaraq göstərilə bilir. H1 burada ən böyük, H6 isə ən kiçikdir. H1 tagini yazıb içərisinə Secodex yazsaq, sonra bunu kopyalasaq. Ctrl-V, Ctrl-V, Ctrl-V. Bunları isə dəyişək. Aha. İndi isə həmin web saytı açaq. Hər birisinin ölçüsünün get-gedə kiçildiyini görürsünüz. Burada Secodex H1 olan ən böyük, H6 isə ən kiçikdir. Başqa hansı taglərimiz mövcuddur? Məsələn, B tag var ki, bu bold deməkdir. Məsələn, burası salam yazdıqda salam bold şəkildə yazıldığını gördünüz. Əlavə olaraq tag vardı ki, bu kursivlə yazılmış sözlərdir. Salam yazırıq və burada keçid etdikdə gördüyünüz kimi kursivlə yazılmışdır. Bundan əlavə U tagi vardır ki, bu underline deməkdir. Yəni sözün altından xətt çəkmək üçün istifadə olunur. Underline. Bunların hamısı gördüyünüz kimi biz burada altıda yazmamıza baxmayaraq web saytda yan-yana render olunur. Bunun səbəbi nədir? Siz bura B-ı, yəni break tagi verməlisiniz ki, bunlar sütun şəklində ora düşsünlər. Buraya yox. Baxdıqda indi alt-alta düzüldüyünü gördünüz. Bunlar ən çox istifadə olanlar deyərdim. Buna əlavə table, yəni cədvəl yaratmaq üçün taglər var, listlər yaratmaq üçün taglər vardı ki, OL vardı, ordered list və UL vardı ki, unordered list. Bunların fərqi nədir? Ordered listdə yəni 1, 2, 3, 4, 5 şəklində gedir. Unordered listdə isə sıralama yoxdur. Hamısı yəni listin komponentləridir. HTML öyrənmək üçün mən sizə məsləhət görəcəyim sayt V3 Schools olardı, yəni W Schools. Burada HTML üçün müxtəlif nümunələr göstərir sizə öyrətmək üçün. Burada Introduction, Basics və s. Əgər HTML öyrənmək istəyirsinizsə bu sayta baxa bilərsiniz. Mən HTML-i bu saytdan öyrənmişdim. Burada try it yourself hissələri vardı ki, siz bura keçid etdikdə burada özünüz nəyisə dəyişdirib, Secodex məsələn, run edib, yəni interaktiv olaraq burada cavabını görə bilirsiniz. Bu da yəni qəşəng bir funksiyonallıqdır. HTML öyrənmək üçün bu sayta baxa bilərsiniz. Sonra isə keçək CSS hissəsinə. CSS görüntünü yəni dəyişdirmək üçün istifadə olunur.
Burada bizim CSS faylımız vardı ki, siz HTML-də hansı teqin içərisində olan məlumatların görüntüsünü dəyişdirmək istəyirsinizsə, ilk öncə onun adını yazırsınız. Sonra isə ona verəcəyiniz məlumatları yazırsınız və s. Əgər CSS-də öyrənmək istəyirsinizsə, W3 kursda mövcuddur. Buna əlavə isə burada skriptimiz, yəni JS faylımız vardır ki, JavaScriptimiz saytdakı interaktivliyi göstərən hissədir. Biz saytımıza qayıtdıqda, bura Negan, bura isə password 1, 2, 3 yazdıqda, login etdikdə bizə çıxan bu butonuna kliklədikdən sonra çıxan prompt vardır ki, bu JavaScript vasitəsilə ortaya çıxır. Bu yazdığımız veb-sayt sadəcə front-enddən ibarət idi. Yəni məsələn siz bura məlumatlar daxil etdiyinizdə arxada hər hansı bir serverə bu məlumatlar getmirdi. Yəni elə JavaScript-in öz içində render olunurdu. Əlavə olaraq yazdığım bir ədəd də veb-sayt vardı ki, burada backend əlavə etmişəm. Bu veb-saytı açaq. Veb-saytı açmaq üçün index.html bunun copy paste deyirik və açırıq. Bu niyə belə oldu ki? F5. Belə oldu. Demirsən bir dəfə. Burada yazdığım app.py-ni açırıq. Burada terminal açırıq. Bir ədəd terminalımızı açırıq. New terminal və terminalda Python 3 app.py. /my project. Sonra isə burada yazdığım digər saytda mövcuddur. Bir sonra gördüyünüz kimi bu veb-sayt sadəcə front-enddən ibarət idi. Məsələn, siz bura username və password daxil etdikdə bu məlumatlar arxada heç bir serverə getmirdi. JavaScript-in öz içində render olunub sizə prompt çıxarırdı. Bundan əlavə yazdığım bir veb-sayt da mövcuddur ki, onun içərisində backend də vardı. O veb-saytı açaq. Getirik. Burada app.py-ni açırıq və terminalda new terminal deyirik. Burada cd my project ls python 3 my app.py. Saytımız deploy olundu. Bizə verdiyi saytı açırıq.
Səhifəmiz açıldı. Gördüyünüz kimi, yəni digər veb-saytdan bir fərqi yoxdur. İçində də login, username, password daxil edin və sair vardır. Biz bura gəlirik. Məsələn, Negan yazırıq və passwordımızı 1 2 3 4 daxil edirik, login edirik. Bizə çıxan məlumatda görürük ki, password must be at least 8 characters long. Bizim daxil etdiyimiz password 4 karakterindən ibarət idi. Bu isə bizə 8 olmalıdır, deməli 8 olmalıdır deyir. Bunu isə yenə JavaScript vasitəsilə edibdir. Mən burada qayıtsaq burada statikin içində script.js-ə baxsaq, mən burada əgər length password'ın length 8-dən kiçikdirsə belə bir alert verməsini istəmişəm. Biz o zaman gedirik burada password'ımızı uzaldırıq 5 6 7 8, yəni 8 karakter uzunluğunda atırıq və bizə invalid credentials qaytarır. Ya bizim məlumatımız səhvdir. Bundan əvvəlkində fikir verdiyiniz kimi bizə sadəcə alert çıxırdı və arxada heç bir şey baş vermirdi. Çünki arxada backend yox idi. Burada isə arxada backend var və bizim atdığımız sorğu hər hansı bir serverə gedir. Oradan bizə cavab qayıdır. Bizim düzgün passwordumuz nədir? Mən burada yazmışam onu. Apply-a girdikdə bizim düzgün credentiallarımız admin password 1 2 3-dür. Bunu daxil etdiyimizdə nə baş verəcək? Admin password 1 2 3. Və bizə login successful qaytardığını görürük. Bu o deməkdir ki, arxaya göndərdiyimiz credentiallar gedib buradakılarla yoxlandı. Yəni username-in buradakı username-nə, password-ın da buradakı password-da uyğunlaşırsa, bizə login successful və 200 qaytarır. Uyğunlaşmadıqda isə invalid credentials və 401 qaytarır. Burada 200-ün olduğunu və 401-in olduğunu keçən videomuzda izah etmişdim. O videoyu da izləməyi unutmayın. Sizin veb-saytı yazarkən əsas diqqət eləməli olduğunuz hissə nədir? Siz əgər hər hansı bir validation qoymursunuzsa, məsələn, burada login-də username və password hissəsi vardır. Əgər burada arxada database-dən istifadə edirsə və siz user-dan aldığınız məlumatı heç bir cürlü filtrləmirsə, yəni sanitize etmirsinizsə, bura attacker bu sayta daxil olub, bura öz SQLi payloadunu yazıb, məsələn, or 1 bərabərli 1. Bu nədir deyə fikirləşirsiniz. Bunları gələcək videolarda daha detallı izah edəcəm. Bu SQLi payloadudur. Və loginə basdıqda, indi burada invalid credential çıxardım. Əgər arxada MySQL-dən istifadə etsəydi, MySQL database-indən bu sayt, biz bunu yazdıqda, bizdən əgər hər hansı bir sanitize, yəni filtrlənmə prosesi aparmasaydı, biz içəri uğurlu daxil ola biləcəkdir. Bizə login successful qaytaracaqdır. Bu niyə baş verir? Siz user-dan input götürdüyünüzdə nəzərə almalısınız ki, user bura sadəcə username yazmısınız deyə bura götürüb öz username-i daxil etmək məcburiyyətində deyil. Bura arxada baş verəcək, yəni render olunacaq şeylər də yaza bilər. Məsələn, bura öz zərərli payloadlarını da yaza bilər ki, bu SQLi ola bilər və ya hər hansı bir comment hissəsində XSS ola bilər və s. Bunların nə olduğu haqqında gələcək videolarda detallı izah edəcəm. Amma siz əgər bir veb-sayt yaradırsınızsa, user-dan aldığınız bütün inputları sanitize etməlisiniz. Yəni filtrdən keçirməlisiniz ki, içərisində xüsusi simvollar olmasın. Bunlara nə aiddir? Məsələn, tək dırnaq, cüt dırnaq, böyükdür, kiçikdir, dollar işarəsi ola bilər, faiz işarəsi ola bilər, vurma işarəsi ola bilər, mötərizələr ola bilər və s. Bunların hamısını bu da ola bilər. Bunların hamısını, yəni belə bu karakterlərin olmadığından əmin olmalısınız. Əgər vardırsa da, siz bunu əgər user-dan qəbul edirsinizsə, qəbul etmək məcburiyyətindəsiniz. O zaman bunu escape edə bilərsiniz. Escape etmək nə deməkdir? Məsələn, böyükdür işarəsi. Böyükdür və kiçikdir işarələri HTML tərəfindən tagin başlanğıcı və sonu kimi görülür. Əgər user belə bir şey daxil etsə, bunu browser, yəni underline, yəni altına xətt çəkməliymiş kimi başa düşəcək və elə render edəcək. Siz əgər userdan böyükdür, kiçikdir qəbul etmək məcburiyyətindəsinizsə, o zaman bundan escape edə bilərsiniz ki, artıq browser bunlarda tagin başlanğıcı və sonu kimi yox, sadəcə böyükdür və kiçikdir işarələri kimi görəcəkdir. Bunun kimi təhlükəsizlik tədbirləri ala bilərsiniz. Bundan əlavə, siz əgər təhlükəsizlik tədbiri alırsınızsa, bunun front-enddə yox da, back-enddə, yəni serverdə olduğundan əmin olmalısınız. Bəzi web-saytlar skriptin içində, məsələn, mənim etdiyim kimi burada əldə etmişdim, sizə göstərmək məqsədi ilə. Burada yox, bunu açırıq. Mən burada yoxlayıram ki, əgər userin daxil etdiyi passwordun uzunluğu 8-dən kiçikdirsə, ona password daxil etməyə icazə verməsin və belə bir alert çıxarsın.
Amma bu sadəcə user side, yəni client side-da baş verən check olduğu üçün bunun heç bir əhəmiyyəti yoxdur. Siz proxy-dən istifadə edə bilərək bunu rahatlıqla bypass edə bilərsiniz. Bunu necə edə bilərsiniz, onu da göstərim. Siz web saytı açdınız, bura adınız yazdınız, Negan və bura gəldiniz 1, 2, 3, 4 yazdınız. Bunu normalda siz login etdikdə həmin request atmağa icazə vermir. Siz bura valid bir request atırsınız, məsələn 5, 6, 7, 8. Bunu login edirsiniz. Burada request arxaya getdi, yəni serverə getdi gördüyünüz kimi. Siz həmin requesti böf vasitəsilə tutursunuz, bunu repeater'a göndərirsiniz. Repeater-də isə həmin passwordu göndərdiyinizdə invalid credentials. Normalda siz 1, 2, 3, 4 göndərdiyinizdə sizə prompt çıxmalıdır user side-da. Ancaq siz bunu böf vasitəsilə proxy-dən göndərdiyinizdə heç bir problem yaşamadan həmin requesti göndərə bilərsiniz. Çünki həmin check, yəni client side-da baş verdiyi üçün siz proxy vasitəsilə browserin qoyduğu restrictionları aradan qaldırıb özünüz requesti directly olaraq ata bilirsiniz. Bugünkü dərsimizdən bu qədər. Bu dərsimizdə daha çox web saytların strukturu haqqında danışdıq. Frontend nədir, backend nədir, web sayt necə yazılmalıdır, bir neçə təqi izah etdim. Sizə məsləhətim isə həmin təqləri araşdırmaq və bundan əlavə HTML-də istifadə olunan digər təqləri araşdırmaq. Özünüzə Visual Studio Code yükləyərək bir web sayt quraşdırmaq məsləhət görərdim ki, bu sizin həm web saytın necə işlədiyini, həm də kodlaşdırma biliklərinizi artırmağa kömək edəcəkdir. Bunu isə dediyim kimi W3 Schools vasitəsilə rahatlıqla öyrənə bilərsiniz, necə etmək lazımdır. Və siz user'a qoyduğunuz restrictionların client side-də yox da, server side-də olduğuna əmin olmalısınız. Çünki client side-də qoyduğunuz restrictionların heç bir mənası yoxdur. Bunları proxy vasitəsilə çox rahat aşmaq mümkündür. Ona görə əgər hər hansı bir restriction qoyursunuzsa, bunların server side-də olduğundan əmin olun. Bugünkü dərsimizdən bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.